Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əməkdar artist Lalə Məmmədova fanatını polisə şikayət edib. Xəbər verilir ki, bu haqda müğənni cümə axşamı verilişində deyib. O bildirib ki, fanatı ilə bağlı polisə müraciət edib. Buna səbəbi isə yazdığı şərhlər olub. Xəbər verdiyimiz kimi, müğənni Tacir Şahmaloğlu bir neçə gün əvvəl oğlu Şahmala toy edib. Məlumata görə məclisdən yeni görüntülər yayılıb. Toyda Tacir Şahmaloğlu'nun həyat yoldaşı Kəmalə xanımla rəqs etdiyi anları paylaşılıb. Qeyd edək ki, cütlüyün 3 övladı var.